Sabahınız xeyir dostlar. Bir nəfər gəlib məni oyatmağa. Səhər saat 11-ə dırnağa yazılmışdım və dedim kameranı da götürüm sizinlə bir yerdə gedək dırnaqlarımı düzəltdirməyə. Mənim dırnaqlarım ya süd rəngi French olur ya da ki belə gördüyünüz adi süd rəngi. Bu dəfə də mən süd rəngi French fikri ilə getmişdim, amma ustam dedi ki French eləyək. Okey, amma gəl biraz dəyişək. Dırnaqlarımı düzəltdirib evə gedib iftara yemək hazırlayıb daha sonra isə sizinlə bir yerdə Temu bağlaması açacağam. Sizlər bilirsiniz ki, hər vlogda izləyicilərimdən mənə gələn maraqlı suallar içərisindən birini seçib, birini və yaxud da ikisini seçib onlar haqqında danışıram. Deməli, nədənsə bu gün istədim ki, bu vlogda həyat yoldaşımla necə tanış olmuşam, bu haqqda danışım. Və bir də ki, evlilik təklifi. Deməli, xanımlar, yoldaşımla məni bağlayan şey Macarıstan olub. Yoldaşım magistr təhsilini Macarıstanda alıb, mən isə Macarıstanda müəyyən bir müddətli layihədə iştirak etmişəm. Düzdür, biz Macarıstanda tanış olmasaq da, Azərbaycanda Macarıstana dair keçirilən bir layihədə tanış olmuşuq. 50 dəfə yoldaşım deməyim, gəlin sizə adını deyim, onu bilin, elə danışaq. Yoldaşımın adı Famildir. Bakıda keçirilən bu layihədə çox kiçik bizim dialoqumuz olur. Yəni digər iştirakçılarla necə, ondan da elə. Yəni mənim üçün heç nə dəyişmir, amma Famil məni görəndə mən onun diqqətini çəkirəm və öz beyninə qoyur ki, mən bu qızı tanımalıyam. Və çox keçmir ki, bir neçə gün sonra, dəqiq yadımda deyil, neçə gün sonra mənə Facebookdan dostluq atır. Mən də layihə iştirakçılarını tanıdığıma görə deyirəm, bu filan kəsdir, mən də bunun dostluq təklifini qəbul edirəm. Üstündən çox keçmir ki, bu mənə yazır. O dəqiqə mənim ağlıma gələn şey, mən nə qələt elədim, bunun dostluq təklifini qəbul elədim. O mənə nəsə yazır, mən 5 saatdan sonra cavab verirəm. Nəsə yazır, 3-4 saatdan sonra cavab verirəm. Belə təsəvvür eləyin ki, səhərdən yazan adam gecəyə qədər 2 ya 3 cümlə biz söhbət eləmiş oluruq. Ona da söhbət demək olarsa. O məndən görüşmək istəyir, mən istəmirəm. Belə qızlar biraz uzanır söhbətlər, amma nəhayət ki görürəm ki, yox, bu düzgün insana oxşuyur. Bir neçə aydan sonra onun görüş təklifini qəbul edirəm. Bir-birimizi zamanla tanıyaraq görürük ki, bu həqiqətən də mənim evlənmək istədiyim adamdır. Qızlar, biz tanışdığımızın heç bir ili olmadı ki, nişanlandıq və evləndik. Mən əvvəllər düşünürdüm ki, evlənəcəyin insanı ən azı 1-2 il tanımalısan. Amma həyat mənə öyrətdi ki, bu heç də sən düşündüyün kimi deyil. Mənim bir sinif yoldaşım var idi. O sevgilisi ilə 4 ildir ki, sevgili idilər. 4 ildən sonra bunlar nişanlandılar. 2 ildə nişanlı qaldılar. 6 illik münasibətin ardından bunlar evləndilər. Evliliklərinin ilk 1-ci ilində bunlar boşandılar. Təbii ki, heç kəs ayrılmaq üçün evlənmir. Amma mən sinif yoldaşımla danışanda o mənə dedi ki, xarakterlərimiz üst-üstə düşmürdü. Mənim də ilk ağlıma gələn sualı sinif yoldaşıma verdim. Bəs axı siz 6 ildən çoxdur bir-birinizi tanıyırsınız. Və sinif yoldaşım mənə dedi ki, mən onu bu tərəfdən tanımamışam. Eyni evin içində olanda insan başqa cür olurmuş. Bu kimi bir sıra misallar da var. Yəni ki, qızlar, sözümü ona gətirmək istəyirəm ki, bəzən elə olur ki, illərlə tanıdığın insan sonda tanınmaz hala düşür. Və yaxud da ki, 2 ayda, 3 ayda tanıdığın insanla o qədər doğmalaşırsan ki, elə bil ki, 10 illərdir bu insanı tanıyırsan. Nəysə qızlar, baxın dırnaqlarıma, sizin fikirləriniz mənim üçün maraqlıdır. Sizcə süd rəngi French yoxsa bu cür French? Hansı daha yaxşıdır? Qızlar, dırnağa gedəndə bu köynəyimi geyinmişdim. Bunu da istədim sizə göstərəm. Bu belə bir qol detayı var burada. Burası belə açıqdır. Burası da belə bağlıdır. Önü düzdür, arxası amma belə biraz üçbucaqlı şəklini bura yerləşdirirəm. Baxın. Linkini də aşağı yerləşdirəcəm. Ümumiyyətlə bundan sonra belə eləyəcəm ki, videoda gördüyünüz hər məhsulun linkini sizlərlə açıqlamalar hissəsində bölüşəcəm. Yadımdan çıxsa xatırladım mənə rəy bölməsində. Onları da göndərim sizə. Onu bəs bəyəndiniz? Mən bəyəndim. Çox qəşəng görsənlər, çox səliqəli görsənlər. Onsuz da həmişəki kimi həmişə də səliqəli idi. Sadəcə həmişə mən bu hissəsinə süd rəngi eləyirdim. İçinə süd rəngi French eləyirdim. Bu dəfə amma ət rəngi dedi ustam, biraz dəyişiklik olsun. Belə bir şey eləyək. Bu əlimi də göstərim. Bu əlimdə belədir qızlar. Deməli, hər şey eləmişəm, toyuğu doğramışam, duzlamışam, istiotlamışam, nə bilim, sarı kökünü vurmuşam, tavaya qoymuşam. İndi yadıma düşüb ki, mən vlog çəkirəm. Və mən unutmuşam ki, o yerlərdə sizin üçün çəkim. Burada qaymaqlı toyuq pişirirəm. İndi toyuğu qoymuşam, pişənə yaxında qaymaq üstündən tökəcəm.
Qızlar, normalda mən bu yeməyi göbələklə eləyirəm. O ki, ya göbələk olmur, ya mənim göbələyi alıb onu təmizləməyə halım, əhvalım olmur. Onda ancaq toyuğu belə qəşəng baharatlı qızardıram, üstünə də qaymağı vururam, qəşəng yeyirik. Bir izləyicimin də bir sualına cavab vermək istəyirəm, sonra da keçəcək tema bağlamalarına. Mənə gələn suallardan biri də bu idi ki, yoldaşınız sizə evlilik təklifi edib? Yox qızlar, mən evlilik təklifi almamışam. Açığı heç mən onun istəyində də olmamışam. Bu elə bir mövzudur ki, fikirlər çox müxtəlifdir və biz hər kəsin fikrinə hörmətlə yanaşırıq. Baxın qızlar, mən belə düşünürəm ki, əgər oğlan qız evlilik xəyalları qururlarsa, evlilik haqqında söhbət edirlərsə, qarşıda nə addım atacaqlar, bunun müzakirəsini aparırlarsa, deməli hər iki tərəf həqiqətən də evliliyi istəyir. Yəni evliliyə razıdır. Və üstəlik də əgər qızın və yaxud da oğlanın evlilik təklifi etmək, evlilik təklifini almaq kimi bir xəyalı və arzusu yoxdursa, bunu etmək o qədər də önəmli bir şey deyil. Mənə görə bu məntiqsizdir. Məsələn qızlar, mən görmüşəm ki, qızın həsini veriblər, yəni hərisi olub, daha sonra oğlana tutturub ki, mənə evlilik təklifi et. Bəlkə də bu qızın bir arzusudur, xəyalıdır. Bu çox normal bir şeydir. Hər kəs də fərqli ola bilər. Amma mənim fikrimi soruşursunuzsa, mənim üçün bu hal biraz məntiqsiz gəlir. Qızlar, mənə çox maraqlıdır ki, bu vloqa baxan evli izləyicilərim içindən kimlərə evlilik təklifi edilib. İkinci mənə maraqlı gələn şey isə subay qızlarımızdan kimlər evlilik təklifini almaq istəyir, kimlər isə bunun olub olmaması o qədər də önəmli deyildir. Aşağıda rəylərə öz fikirlərinizi yazın, hər birinizin rəyini oxuyacağam. Videolarıma baxan, amma kanalıma hələ də abunə olmayan əziz izləyicilər, kanala abunə olmağınızı xahiş edirəm. Sizin üçün 2 saniyəlik olan bir şey mənim üçün çox önəmlidir. Qızlar, bu vloqdan sonra 2 vloq daha çəkmişəm. Onları da editləyəcəm, tez bir zamanda kanala yerləşdirəcəm. Hətta məncə o vloqlar bundan da maraqlı olacaq. Daim mənim vloqlarıma baxanlar fikir verdilər ki, ilk dəfədə vloqumda qablarımı yudum. Amma gələn vloqlarda termomu da təmizləyəcəm. Ondan sonraki vloqlarda hətta istəyirəm ki, qarderobumu da təmizləyim sizinlə birlikdə. Növbəti vloqlarda hansı suallara cavab verməyimi istəyirsinizsə, aşağı yazmağı unutmayın ki, mən də o sualları oxuyum və onlara cavab verim. Düzün desəm qızlar, təmizlik vloqları mənim ən sevdiyim vloqlardır. Çünki baxanda özüm də rahatlayıram. Ona görə istəyirəm ki, vloqlarımda ən azından qısa da olsa biraz da təmizlik hissələrinə yer verim. Qızlar, buna aid ayrı bir video çəkmək istəmirəm. Ona görə dedim ki, elə bu videonun içində bunu da sizə göstərim. Bu oyun Temuda Farmland oyunudur. 2 dənə pulsuz məhsulu əldə etmək üçün burada olan tarlanı sulayırsınız. İndi mən bunu 100%-ə çatdıranda burada 2 dənə hədiyyəni, daha doğrusu 2 dənə məhsulu mənə hədiyyə kimi verməlidir. İzləyicilərim içindən artıq buradan hədiyyə qazananlar var. Sadəcə olaraq mənim vaxtım olmadığına görə vaxtlı-vaxtında girib burada suvara bilmirəm. Ona görə də hələ ki 99.95%dəyəm. Oyuna keçmək üçün rəy bölməsində link qoyacağam. Oradan keçib oynaya bilərsiniz. Oynayanlardan kimin suya ehtiyacı olsa bir-birinizə dəstək vermək üçün rəy bölməsində öz kodlarınızı və yaxud linklərinizi yerləşdirə bilərsiniz. Dostlar, gəldik videonun ən maraqlı hissəsinə, ən belə mənim sevdiyim hissəyə. Çünki burada bizim kargomuz var və biz indi bu kargonu açacağıq. Açmamışdan əvvəl bunu sizə göstərim. Belə bir kəsiyi var. 100% bunu 100% yanındakı, yəni başqa variantımız yoxdur. Gömrükdə belə kəsiblər, yoxlayıblar. Bunun içində tabletimiz var, yəni planşetimiz var və çoxdan da gözlədiyim buxarlı ütü var. İndi dostlar, birinci planşeti açmayacağım. Çünki içində başqa əşyalarımız da var. Birinci o biriləri açım, daha sonra isə unboxing eləyək, planşetimizə baxaq. Canım izləyicilərim dedilər ki, kargo açılım videolarını elə vlogların içində göstər. Ona görə də mən bundan sonra elə eləyəcəyim. Qızlar, dostlar, bu bizim planşetimizdir, tabletimiz. İnşallah ki, o boyda yol gəlməyinə dəyər. Daha sonra bu bizim buxar ütümüzdür. Bunu neçə vaxt almaq istəyirdim. Axır ki aldım, endirimdən almışam. Endirimsiz bir şey alamam. Aha, belə bir məhsulumuz var. Gəlin buradakilar gedək, sonra açıb onları göstərəcəm sizə. Bunu indi açmaq istəmirəm. Bu telefonum üçün ekranını qorumaq üçün bir şüşədir.
Burada bilirsiniz ki Bakıda bu tərz keyfiyyətli o üzlüklərin ekran şüşələrinin qiyməti 10 manat, 15 manat olur. Belə ucuzlarını demirəm, 5 manata, 6 manata da olur. Amma belə keyfiyyətlilərin qiyməti 10 və ondan yuxarı olur. Hə, ona görə mən aldım bunu çox münasib qiymətə ki, qiymətini də buraya yazacağam. Eyni zamanda bütün aldıqlarımın hər birinin linkini sizlə videonun açıqlamalar hissəsində bölüşürəm. Ora mütləq şəkildə baxın. Eyni zamanda sizə 30% indirim kodu da verirəm. İlk Temudan alış-veriş eləyəndə əgər o koddan istifadə eləsəz 30% indirim kodundan bütün hamısını alanda sizə 30% ekstra indirim etmiş olur. Bunu neçə vaxt almaq istəyirdim. Belə bir saç üçün fırçadır. Daha sonra ay bu sırğalar üçün ürəyim getdi. 2 manat neçə qəpiyə idi səhv eləmirəmsə. Sırğanın gözəlliyinə baxın. O biri tayını çıxartmadım. Amma belədir. Buradan korset almışam. Bel incətmək üçün korset. Ən balaca ölçü almışam. XS ölçü. Baxın. Taxıb istifadə edəcəm. Görüm necə bir şeydir. Məncə qəşəng olacaq. Əməlli başlı incədir. Bir dəfə S ölçü almışdım Bakıdan korset. Amma onda şeylər də var idi. Sümüklü korset deyirlər. Səhv eləmirəmsə sümükləri var idi içində. Elə bir korset almışdım Bakıdan. O da pis deyildi. Amma üstü dəri idi. Çox bərk idi. Altdan yəni nazik paltar geyinəndə görsənirdi. Deyəcəksiniz ki, arıq qızsan, sən korseti nə edirsən? Amma yox, idman falan eləyəndə, o korseti geyinəndə elə bir ki, bədən daha formalı bir şəkildə inkişaf eləyir. Yəni mən elə hiss edirəm, elə görmüşəm. Ona görə yenə bir dənə də özüm üçün korset aldım. Bu dəfə daha rahat olacağını düşünürəm. Həm də qiymətə çox münasib idi. 5-6 manat idi deyəsən. Sonra bacım üçün bir ayaqqabı almışam. 17 manat idi, 18 manat idi. Çox münasib idi qiyməti. Ulduzu ilə yaxşı idi. Belə rahat gündəlik geyinmək üçün. Bir dənə çıxardım içindən. Belə bir ayaqqabıdır, baxın. Çox yüngüldür. Altı belə bir şey yoxdur, baxın. Daha sonra, burada ağ şalvar almışam özümü, bir də ağ köynək almışam. Bu nədir? Sırğa. Olur, balaca şeylər var. Gəl bunlara baxaq. Bu köynək bodydir. Bilirsiniz ki, mən body vurğunuyam da, yəni nə qədər body almışam. Temuda bütün bodyləri mən almışam. Baxın, ön hissəsi belədir, çox qəşəngdir, incədir. Üçün ən maraqlı hissə bilsiz haradır? Ən önəmli hissə qolu. Qolu həmişə xoşlayıram, dar olsun. Amma bu da çox da dar deyil, baxın, belə bir şeydir. Dar deyil. Çünki S ölçüdür. Mən normalda XS giyinirəm bodylərdə. XS olanda dar olur. Həm də materialdan da asılıdır. Həm də M göndərirlər. Yox. Zarafat verirsə, XS ölçüdür. Bu mən deyirəm S ölçüdür. XS elə belədir. Görün də S olsaydı nə olardı? Sonra qızlar, bu aralar ən sevdiyim şalvar forması olub. Belə yuxarıdan biraz dar gəlib aşağıda enlənən. Ona trapez şalvar deyirlər, nə deyirlər, səhv eləmirəmsə, düzünü bilirsinizsə rəylərə yazmağı unutmayın. Ürəyim getdi Temunun bu şalvarları üçün. Yəni qızlar heç şişirtmirəm də. 3 dənə. Bir qara almışdım. Qaran biraz materialı deyəsəm qəribə idi, bilmirəm. Üstünə çox tükləri yığırdı. Əgər əvvəlki vloqlarıma baxmısınızsa orada göstərmişəm sizə. Amma açıq göy rəngi, tünd göy rəngi, açıq mavidə, yəni tünd göy rəngi ürəyim getdi. İnanırsınız, mən onu geyindim, işə getdim. Qızlar hamısı mənə kompliment elədilər ki, bu şalvar forması sənə necə gözəl göstərir, necə qəşəng yaraşır. Həm incə göstərir adamı, həm də ki, biraz elə bir ki, səni hündür göstərir də, çox qəşəng. Ona görə həvəsləndim qızların bu komplimentlərindən. Özümə eyni forma, eyni stildə, eyni materialda bir dənə ağ rəngini sifariş elədim. Baxın. Baxın, görürsünüz. Bu hissəsi dardır. Aşağıya gedəndə enlənir. Çox qəşəngdir. Bu arada mən XS ölçü geyinirəm qızlar. Keçən dəfə sınamaq üçün sırf bu forma. Bilirsiniz ki, hər şalvarın formasına görə ölçü fərqli sənə uyğun gələ bilər. Məsələn, elə şalvarlar var ki, onlara ancaq S mənə olur. Yəni XS alsam heç nə. Məsələn, qızlar, trend yolu mən XS ölçü şalvarlarını geyinə bilmirəm. Çox dar gəlir bu hissələr. Amma Temunun XS-i, yəni sırf bu forma şalvarların XS-i mənə tamına əynimə tam oturdu da. Yəni çox qəşəng, xoşuma gəldi. Arxası belədir. Görürsünüz beli necə incədir, çox qəşəngdir. Baxın, görürsünüz.
Belə buradan gəlir, belə incəlir belə. Belə bir sırda sifariş eləmişəm. İndi bunu açmayacağım. Paslanmaz poladdır. Bilirsiniz ki, mən %99% halları paslanmaz polad alıram. Hə, bir də belə bir şeylər almışam. Bunu almışam. Tez açım sizə göstərim nədir bu. İstərsəniz hamamda qoyanda fırçaları, diş fırçalarını düşünürəm ki, çiməndə eləyəndə istərsəniz otaqda olan mikroblar falan diş fırçalarının üstünə qona bilər. Nə bilim, mən elə düşünürəm. Bu da diş fırçasını içinə qoymaq üçün və altı boşdur bu hissəsi. Belə. Elə bilin ki, zajım kimi bir şeydir də. Buna, qızlar, bunu istəyirsiniz birazdan açaram. Çünki ürəyim partlayır. Bunu açmaq istəyirəm. Bunu açım, sonra onu. Çünki həm də onun üçün su doldurmalıyam. Çox qəşəng planşetlər gəlib. Ay, nə gözəldir. Hələ açmamışam. Baxın, mən belə çəhrayı rəngini seçmişəm. Bu şeydir. Yəni üstündən çıxarıla bilir. Buna birbaşa şeyin içinə qoyulur, kabrosuna qoyulur. Bu onun kabrosudur. Həm də baxın, belə qoya bilirsiniz. Belə qoya bilirsiniz. Yəni belə. Burada ön kamerası var. Burada belə arxa kamerası var. Gəlin istəyirsiniz bir dənə bunun içindən çıxardım. Qoy planşeti tam görək də, yox. Planşetin özünü görək, sonra kabrosuna taxarıq. Bunlar taxıb göndəriblər, sağ olsunlar. Bu da yüngüldür. Əməlli başlı yüngüldür. Belədir. Arxa hissəsi belədir. Dostlar, sizlə bir yerdə, üzü sizə tərəf. Çox qəşəngdir. Baxın. Bunu gəlin bunun içine qoyun. Nə olar, nə olmaz. Birdən də nəsə olar, Allah uzaq eləsin, qaytarmaq lazım olar. Bu lazım olacaq. Baxın, üst hissəsində belə knopkaları var. Arxa hissəsi belədir. İngilis dilini seçirəm. Burada Wi-Fi girməyimi istəyir. Burada açılmağa doğru gedir, fırlanır. Bu fırlanana qədər, açılana qədər gəlin bunun içində olanları sizə göstərim. Baxın, içi belədir. Oradan mən görürsünüz ya, yox. Göstərəcəm ayrı-ayrılıqda. Çox şirin belə bir mausu var. Çox qəşəngdir. Həqiqətən və çox yüngüldür. Mən çəhrayı rəngində sifariş eləmişəm, yəni dəsti çəhrayı olar. Ona görə aksesuarları çəhrayı rəngində gəlir. Amma siz istəsəniz qara rəngini seçə bilərsiniz. Hə dostlar, daha sonra belə bir qələm çıxdı içindən. Bu baxın, bu ekranı üçün. Çox qəşəngdir. Ekranı işləyir bundan. Bir də arxasında belə bir qələm çıxdı. Bununla siz necə eləmək olar? O 3D belə nəsə çəkirləri. Onun adı nədir? Grafik dizayn. Hə. O grafik dizaynerlər üçün məncə çox qəşəngdir. Bilmirəm, indi grafik dizaynerlərin proqramları çox ağır olursa bəlkə buna getməyə bilər, amma Ramuz adı yaxşı idi deyəsən. Bunun 6 idi ya 8 idi, pis deyildi yəni. Çox qəşəngdir dostlar. Gəlin sizə qabaqdan göstərəcəm. Çox bəyəndim də. Tabletim, mən çox tabletim olmayıb bu arada. İçindən belə bir USB kabeli çıxır, amma başlığı yoxdur. Yəni adapter başlığı yoxdur. O sizdə evdə varsa ondan taxa bilərsiniz. Belə bir Luna da gəldi. İstifadəçi bələdçisi çıxır içindən. Təlimatdır. Necə istifadə edə bilərsiniz ona dair. Bir də ki çox şirin bir klaviatura. Buna baxın. Çox şirin klaviatura. Elə bu iki dənə aksesuarın rənginə ürəyim getdi. Hamile oradan bax.
Sabahınız xeyir olsun dostlar. Bugün yenə qar yağır. Luna da qarları izləyir. Səhər indi açılıb, mən də hazırlaşıb işə getməliyəm. Luna! Məncə bir çoxlarımız istəmirik ki, soyuq günlərdə kimsə ya nəsə bizi isti yerimizdən durğuzsun. Soyuq Luna da oradan imkan vermir bizə dostlar. Baxın. Ama ki size bir şey diyeyim. Bilirsiniz də başqa ekranları çəkəndə çox qəribə göstərir. Amma çox təmiz görünür dostlar. Və çıxdım. Amma ki çox təmiz göstərir, çox qəşəngdir. Yəni təbii ki sizə olduğu kimi göstərməyə mümkün deyil. Çünki xəttlər falan düşür, gördüyünüz kimi biraz qəribə düşür ekranda, video görüntüdə. Amma həyatda çox qəşəngdir. Təsdiqləyirsən Luna? Bütünü burada açmaq istəyirəm. Bütünü başqa bir gündən açıram, amma olsun. Hamısını birləşdirib göstərəcəm. İçindən de belə bir şey çıxdı. Bu deyəsən 6 olmalıdır. Yox, həm də 6'dır da. Baxın belə bağlanır. İndi bunun içine su dolduracağım, yoxlayacaq, görə necə çıxır. Baxın qızlar, bunu basıram. Göy yanan kimi o deməkdir ki, artıq aktivdir. Və baxın. Bura qədər izlədiyiniz üçün çox təşəkkür edirəm. Gələn videolarda görüşərik. Hələlik.